Salam, mən Mehriban Kərimova, IT Brains Akademiyada kibertəhlükəsizlik üzrə Blue Team təlimçisiyəm. Bugün sizinlə birlikdə Blue Team nədir barəsində qısaca danışacaq və ilk praktiki təcrübəmizi həyata keçirəcəyik. İlk növbədə başa düşməliyik ki, kibertəhlükəsizlikdə adətən iki əsas anlayış bunun fundamentini təşkil edir. Bu, hücum edənlər və müdafiə edənlərdir. Hücum edənlər icazəsi olaraq sistemlərə keçid edən red teamlər, müdafiə edənlər isə blue teamlər adlanır. Blue teamlərin gündəlik işi insidentlərə, baş verən hadisələrə cavab vermək, vaxtında zərərli proseslərin qarşısını almaq və müəyyən əlaqələri bloklamaqdır. Bugün sizinlə bloklamaq üçün istifadə edəcəyimiz alətlərdən başlıcası olan firewall barəsində danışacağıq və firewallun praktiki tətbiqini edəcəyik. Biz bu firewallda Windows'un öz firewallundan istifadə edəcəyik və Windows Defender firewallundan istifadə edərək Instagramı bloklamağa çalışacağıq. Bunu nə üçün edəcəyimizi soruşacaq olsaq, işçilərin hansısa bir saytlara girməyinin qarşısını almaq üçün istifadə edə bilərik, yaxud da bu Instagram olmaya bilər, başqa səhifələr ola bilər və biz indi görəcəyik ki, istənilən səhifəni bloklamaq nə dərəcədə asandır və bunu biz necə edə bilərik. Biz ilk növbədə Windows R pəncərəsini, run pəncərəsini açırıq və burada istədiyimiz komandı run edə bilərik. Burada wf.msc yazdıqdan sonra bizim firewallumuzun interfeysi açılacaq. Burada sol hissədə görə bilərik ki, inbound rule, outbound rule'lar, yəni içə gələn və çölə çıxan qaydalar mövcuddur. Çölə çıxan qaydalar bizim kompüterimizdən kənar mühitə gedən qaydalardır. Məsələn, biz əgər Instagrama giriş etməyə çalışırıqsa, bu zaman bu outbound connection, yəni kənara gedən bir əlaqə sayılır. Və biz hal-hazırda Instagramı bloklamaq istəyirik deyə biz outbound bir qayda yazmalıyıq. Buradan keçib yeni bir qayda yarada bilərik. Bizdən hansı bir qaydanı, nə cür bir qayda yaratmaq istədiyimizi soruşur. Program, port, əvvəlcədən müəyyənləşdirilmiş bir proqram, yaxud da custom bir qayda yarada bilərik, yəni özümüzdən dizayn edə bilərik. Biz hal-hazırda özümüzdən dizayn edəcəyimiz bir qaydanı istəyirik ki, onun nə cür olacağına biz özümüz hər bir şeyinə qərar verə bilərik. Daha sonrasında bu qaydanın hansı spesifik proqrama aid olacağını soruşur. Biz bütün proqramlara aid edə bilərik. Burada hansısa bir protokolu xüsusilə yaza bilərik. Protokollarımızdan ICMP-dən, TCP, UDP və s. bunları bildirə bilərik və onlara uyğun portları da yaza bilərik. Məsələn, HTTP connection olduğunu dəqiq biliriksə, TCP portu 80-i bloklaya bilərik. Lakin biz bu praktiki tətbiqin ən asan versiyasını etmək istəyirik deyə buna da toxunmayacağıq və Next-ə keçərək burada IP adresləri qarşımıza çıxır. Gördüyümüz qədərilə biz bloklamaq üçün həmin saytın IP adresinə ehtiyacımız var. Birinci hissədə which local IP address does this rule apply to? Bu qaydanın tətbiq olunacağı lokal IP adres, yəni mənim kompüterimin IP adresini istəyir. Daha sonrasında isə hansı IP adresi bloklamaq istədiyimizi deyir. Yəni, məsələn, bu kompüterdən ola bilər ki, mənim başqa bir interfeysdən, Ethernet interfeysindən mən istəmirəm ki, Instagrama istifadəçilər əl çatan olsun, amma Wi-Fi interfeysindən əl çatan ola bilər. Mən burada gəlib spesifik olaraq bir IP adres assign eləyə bilərəm. Öz IP adresimi necə tapa bilərəm sualına cavab tapmaq istəyirsinizsə, yenə də eyni cürə gəlib Windows R run pəncərəsini açaraq CMD, yəni command line-ı aça bilərik, yaxud da PowerShell-dən istifadə edə bilərik. Bunlar əmrlər interfeysinin təsviridir Windows-da və biz əmrlər interfeysi istifadə edərək, müəyyən əmrlərdən istifadə edərək Windows-da müəyyən əməliyyatları yerinə yetirə bilərik. Burada məsələn ipconfig etsək, bizim kompüterimizin IP-lərini öyrənə bilərik. Biz hal-hazırda Instagramı bloklamaq istəyirik deyə bizə Instagramın IP adresi lazımdır. Bunu əldə etmək üçün biz nslookup əmrindən istifadə edə bilərik. Instagram.com yazdıqdan sonra bizim qarşımıza gördüyünüz kimi adreses hissəsində 2 ədəd IP adresi çıxır. Birinci IP adres IPv version 6 adresidir, yəni 6-cı versiya IP adresidir. Digəri isə 4-cü versiya IP adresidir. Bunların fərqi ondan ibarətdir ki, IP version 4-də çatışmamazlıq yarandığına görə IP version 6 IP adresi yaranmışdır.
Biz Instagramı bloklamaq üçün bu hər iki IP adresini gəlib buradan kopyalamalıyıq və bu iki IP adresini də bloklamalıyıq. Gəlib firewallumuzda əlavə et hissəsindən birinci IP adresimizi yapışdırırıq. Daha sonrasında isə həmçinin versiya 4 IP adresimizi də kopyalayaraq burada yapışdırırıq. Daha sonrasında Next-ə basaraq Block the Connection. Burada gördüyünüz kimi 3 ədəd seçim verilir. Əlaqəyə icazə ver. Bu həmin vaxt olur ki, yəni həmin əlaqə zərərli də olsa, zərərsiz də olsa istənilən halda icazə veriləcək. Əgər əlaqə təhlükəsizdirsə əlaqəyə icazə ver. Bu zaman bizim firewallumuz IPsec istifadə eləyərək onun təhlükəsizliyini yoxlayır və əgər təhlükəsizdirsə icazə verir əlaqəyə. Bir də bloklamaq var da həmin əlaqənin, fərqi yoxdur, təhlükəsizdir yaxud təhlükəlidir. Bu həmin əlaqəni bloklayacaqdır. Daha sonrasında burada da hamısını əlavə edərək Next-ə basa bilərik. Rulumuzun, qaydamızın adını yaza bilərik ki, məsələn Instagram blog. Bu bizə o vaxt kömək edir ki, başqa bir insan da bizim qaydamıza baxan onu asanlıqla başa düşürsün. Burada description-da yaza bilərik ki, bu qayda Instagramı bloklayır. Və finish-ə basdıqdan sonra artıq bizim qaydamız öz yerini tutacaqdır. Və biz buradan gəlib öz pəncərəmizdə instagram.com yazdıqdan sonra gördüyünüz kimi mənim internet əlaqəm olmasına baxmayaraq məni bu sayta aparmır. Və axırda yazır ki, this site cannot be reached. Yəni bu sayt əlçatan deyil. Daha sonrasında mən gəlib qaydanı buradan silsəm, delete basdıqdan sonra və yenidən bura refresh versəm, instagram.com yazdıqdan sonra gördüyünüz kimi burada yazılıb ki, your internet access is blocked. Sizin internetə çıxışınız bloklanıb. Gəlib indi bu qaydanı necə silməyimiz lazım olduğunu deməli olsaq, gəlib həmin qayda üzərində mouse-da sağ klik edirik və burada bizim üçün pəncərələr açılır. Disable rule, yəni bu qaydanı deaktivləşdir. Bu hissə bizə o vaxt lazım ola bilər ki, məsələn bu qayda gələcəkdə bizə yenidən lazım ola bilər. Ona görə tamamilə silmək istəmirik, sadəcə hələlik deaktivləşdiririk. Lazım olanda yenidən aktivləşdirəcəyik. Yaxud da qaydanı tamamilə yerli dibli silə bilərik. Burada qaydanı sildikdən sonra gəlin, bir daha bizim Instagrama olan accessimizə baxaq. Yenidən burada instagram.com yazsam, gördüyünüz kimi açılır ya da bu sayta gəlib refresh etsəm, beləcə də bizim səhifəmiz açılır. Praktiki bizim implementasiyamız hissəsi bu qədər. Ümid edirəm bu barədə sizin yetəri qədər məlumatınız oldu. Bugünlük bu qədər. Görüşərik.